Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə Səfəvilərin Ərdəbil hakimliyi mövzusunun izahına baxacağıq. Bilirəm ki, bu mövzudan çoxunun çətinliyi var. Çünki onu asan üsulla öyrənmir və tez bir şəkildə yadından çıxardır. Mən isə bunu aradan qaldıracağım. Deməli, getdik. Səfəvilərin Ərdəbil hakimliyi ümumiyyətlə nə vaxt yaranmışdı? 13-cü əsrdə kim tərəfindən? İshaq Əl-Ərdəbili tərəfindən yaranmışdı və mənbələrdə Türk piri adlandırılırdı. Türk piri. Və daha sonra isə Səfəvilərin yaranması Azərbaycanda, yəni cənubunda yaranmışdı. Adı da üstündə Ərdəbildə yaranmışdı. Ərdəbil hakimliyi idi buna görə də adı. Və Ərdəbildə yaranandan sonra isə Azərbaycanda, yəni Səfəvi təriqəti geniş miqyas almağa başladı. Səfəvi təriqəti nə idi? Ümumiyyətlə bunların nüfuzunun yüksəlməsinin əsas səbəbi nə idi? Çünki Səfəvilər şiə idi. Digər tərəf isə, digərləri isə sünnə idi. Və onların dövründə deyirdilər ki, cəmiyyətdə ədalətsizliyə qarşı mübarizə aparırdılar. Və onların iddiasına görə deyirdilər ki, sünnələr ədalətli deyirlər və bunun həm də bu dövrdə feodal ara müharibələr də hökm sürürdü. Biz gələk əsas kimə? Şeyx Cüneydə. Cüneyd nə idi? Cüneydə. Şeyx Cüneyd. Hakimiyyətdə neçənci ildə olub? 1447-1460. Hakimiyyətə gəlir 47-də və o əhalisini deməli yayırdı, artıq öz nüfuzunu Şamlı, Rumlu kimi Türk tayfalarına, hətta onlar da öz qüvvələrini artırırdılar. Qaraqoyunlu Cahanşahda, yazıram bura, Qaraqoyunlu Cahanşah həmin dövrdə hakimiyyətdə idi və bu Cahanşahın dövründə görür ki, deməli, Şeyx Cüneydin nüfuzu yüksəlir. Ona görə də deyir ki, Ərdəbildən get və 1449-cu ildə də Şeyx Cüneyd Ərdəbili tərk edir. Gəlir Diyarbəkirə. Diyarbəkirdən də gəlir Qaraqoyunların əsas rəqibi Ağqoyunlu Həsən bəyin bacısı Xədicə xanımla evlənir və Ağqoyunlu Səfəvi ittifaqını möhkəmləndirir. Ağqoyunlu Səfəvi ittifaqını möhkəmləndirir. Yəni ki, əvvəl də bunlar arasında müttəfiqlik mövcud olub, indi möhkəmləndirir. Yəni burada nicah diplomatiyasından istifadə edib möhkəmləndirir və 1460-cı ildə Şeyx Cüneyd rəhmətə gedir. Niyə? Şeyx Cüneydin rəhmətə getməsinin əsas səbəbi o idi ki, savaşda öldürülür. Hansı savaşda? Samur çayı sahilindəki savaşda Samur döyüşü baş verir 1460-cı ildə. Tərəflər də kimlər idi? Şirvanşah, 1-ci Xəlilullah və Qaraqoyunlu Cahanşah. Qaraqoyunlu Cahanşah. Məğlub olan tərəf kim olur? Səfəvi məğlub olur. Səfəvilər. Bu dövrdə qızılbaşlar deməyəcək. Səfəvilər məğlub olur. Şirvanşahlar, Qaraqoyunlar qalib gəlir. Deməli, Qaraqoyunlar savaşıblar Səfəvilərə qarşı. Amma Ağqoyunlar hələ bu dövrdə onunla dost idi. Sonra gəlir Şeyx Heydər. Artıq Şeyx Heydərin dövründə biz deyəcəyik ki, bunlar başlarına 12 dənə imamın şərəfinə 12 zolaqlı qırmızı çalma qoyurdular deyə onların adları qızılbaşlar adlanırdı. Qızılbaşlar.
Bundan əvvəl, yəni biz deməyəcəyik ki, Şeyx Heydərdən əvvəl biz Qızılbaşlar adını işlətməyək. Əgər bizə testdə versə Şeyx Cüneyd Qızılbaşlar məğlub oldu, bu zaman səhv olacaq. Hətta bunun dövründə Ağqoyunlu Həsən padişaha Teymuri ilə müttəfiq kimi davrandı. Yəni Səfəvilər və yaxud da Qızılbaşlar Ağqoyunlularla müttəfiq olurlar. Ağqoyunlu ilə müttəfiq. Kimə qarşı? Teymuriyə qarşı. Başa düşdünüzmü? Səfəvilər Ağqoyunlularla müttəfiq olurlar, Teymurilərə qarşı müttəfiq olurlar. 1470-də də Həsən bəyin köməyi ilə Səfəvi ordeninin taxtını otuzdurulur. Kim? Şeyx Heydər. Yəni hələ də Ağqoyunlu ilə Səfəvilər dostluq münasibətlərini saxlayırdılar. 1483, 87, 88-də isə Şimali Qafqaz, Dağıstan, Şirvana yürüşlər eləyib tərəfdarlarının sayını xeyli artırır. Haralara? Şimali Qafqaza, Dağıstana və Şirvana. Görür ki, artıq Ağqoyunlu da Səfəvinin nüfuzu xeyli yüksəlir. Ona görə də artıq Yaqub padişahın dövründə müttəfiq olmurlar. Səfəvilərlə Ağqoyunlular savaşırlar və burada artıq Şirvanşah Fərrux Yasar idi. Fərrux Yasarla deməli kimlər müttəfiq olur? Ağqoyunlu, Yaqub padişah. Yəni Həsən bəyin dövründə müttəfiq idilər, Yaqub padişahın dövründə isə artıq savaşırdılar. 1488-də Şahdağ döyüşü baş verir və bu döyüş nəticəsində kim məğlub olur? Təbii ki də Səfəvilər və yaxud da Qızılbaşlar. Qalib gəlir kimlər? Ağqoyunlu və hansı qüvvələr? Təbii ki də Ağqoyunlarla Şirvanşahlar müttəfiqlər qalib gəlir. Bu zaman desək ki, Ağqoyunlu dövləti idi. Bəli, düz olar. Çünki Ağqoyunlu dövləti 68-də yaranmışdı. Bu döyüşdə isə Şeyx Heydər öldürülür. Şeyx Heydər öldürülməsinə baxmayaraq, hər iki tərəf xeyli itki verir. Yəni, təkcə Səfəvilər itki vermir. Hər iki tərəf xeyli itki vermiş olur. Bu döyüşdə bundan sonra deyirik ki, Yaqub padişah Ərdəbili işğal edir. Ümumiyyətlə Ərdəbil Sadilərin, Salarilərin, Ağqoyunların oxşar cəhəti kimi ola bilər ki, Ərdəbil onun tərkibində idi. Rəvadilərin hətta cənubda yaranan dövlətlərimiz. Daha sonra biz nə deyə bilərik burada? Sultanəli, İbrahim və İsmail İstəxr qalasında saxlanır. İstəxr qalası. İstəxr qalasında saxlayırlar 1488-dən 92-yə qədər. 88-də hakimiyyətə kim gəlir? Şeyx Sultan Əli. Və bu da 1488, 1494-də hakimiyyətdə olur. 1494-cü ilin Şəməsi döyüşündə öldürülür. Şəməsi döyüşündə kim öldürüldü? Şeyx Sultan Əli. Şeyx Sultan Əli necə öldürülür? Müttəfiqlər kimlər idi? Deməli, Ağqoyunlu taxtına Rüstəm Mirzə gəlir. Rüstəm Mirzə çıxarır İstəxr qalasında olan Sultan Əli, İbrahim və İsmailı və bundan sonra Sultan Əlini qaytarır Ərdəbilə və müttəfiq kimi, onu müstəqil hakim kimi yazıram bura. Müstəqil hakim kimi tanıyır. Yəni, bundan sonra artıq onu tanıyır ki, özü müstəqildir Şeyx Sultan Əli
Ağqoyunlu artıq savaşmır, müttəfiq olmur əslində. Yəni savaşmır, onu müstəqil hakim kimi tanıyır, yəni onu özünə tabe eləmir. Və 1494-də yenə görür ki, nüfuzu artır. Deməli Şeyx Sultan Əlinin. Bundan sonra da yenə Ağqoyunu məğlub eləyir. 1494-cü ildə Ərdəbil yaxındakı Şəməsi döyüşündə Sultan Əli öldürülür. Yenə Ərdəbil tutulur və Səfəvi tərəfdarlarını məhv eləməyə başlayır. Yəni kimlər ki Səfəvilərin tərəfində idi, onlarla artıq mübarizə aparmağa başlayır. Daha sonra biz nəyi deyə bilərik? Şeyx İsmail də 1494-1501-də Şeyx İsmail kimi deyəcəyik? Şeyx İsmail, yəni desək birinci İsmail. Bu nə olar? Səhv olar. Çünki bu 1501-ci ildən sonraki fəaliyyətinə aiddir. 1501-dən sonraki fəaliyyətinə aiddir. Ona görə biz deyə bilmərik ki, birinci İsmail, sadəcə Şeyx İsmail və bu da Lahıcanda saxlanılırdı. 1499-cu ildə Lahıcanda idi. Oradan gəlir Ərdəbilə, oradan da Astaraya gəlir və Səfəviyyə müridlərini, mürid də kim idi? Dini başçıları idi. Onları bir araya gətirmək istəyirdi və siyasi hakimiyyəti də ələ keçirmək istəyirdi. Ərazisinin də nüfuzunu isə Şərqi Anadoluya, Ərzincana qədər salmışdı. 1500-cü ildə artıq Şeyx İsmail keçirdir Ərzincan müşavirəsini. Ərzincan müşavirəsi. Neçənci il? 1500. Və bu müşavirənin nəticəsində də Fərrux Yasara zərbə vurmaq qərarı alınır. Fərrux Yasar Şirvanşah idi. Hansı döyüşdə var idi? Bayaq dedik ki, Fərrux Yasar Şeyx Cüneydin öldürülməsi 1488-ci ilin Şahdağı döyüşündə müttəfiq idi. Ağqoyunlularla Şirvanşahlar məğlub eləmişdilər Şeyx Heydəri. Bu Fərrux Yasardır. Və 1500-cü ildə başqa hansı hadisə baş verib deyəndə Əbhər sazişini qeyd edəcəyik. Bu da Ağqoyunlunun yadınızdadırsa 2 yerə bölünməsi idi. Və Şeyx İsmail hakimiyyətə gələndən sonra Cabanı döyüşü baş verir. Bu da 1500-cü ilə aiddir. Cavanı. Bunda isə tərəflər təbii ki də Şirvanşahlarla Fərrux Yasar, yəni bir də Səfəvilər idi. Səfəvilər qalib gəlir. Şirvanşahlar isə, yəni Fərrux Yasar isə məğlub olur. Səfəvilər qalib, Fərrux Yasar məğlub. Daha sonra gəlirik. Çox qısa bir hissəmiz qaldı. 1501-ci ildə, bax bu çox düşür. 1501-ci ildə Ağqoyunlunun birinci qoluna son qoyur. Birinci İsmail. Deyəcəmmi? Deməyəcəm. Çünki nə idi? Hələ şah deyildi. Ona görə mən nə deməliyəm? Şeyx İsmail. Nə deməyəcəm? Şah İsmail və yaxud da birinci İsmail deməyəcəm. Şeyx İsmail deyəcəm. Yenə deyirəm. Şeyx İsmail deyəcəm. Ya birinci İsmail deməyəcəm, ya da Şah İsmail deməyəcəm. Çünki bu döyüşdən sonra özünü Təbrizə girir və şah elan eləyir İsmail. Yəni 1503-cü ildə artıq Ağqoyunlunun 1503-cü ildə Ağqoyunlunun ikinci qoluna son qoyanda artıq Şah İsmail olacaq.
Belə dərsimiz bu qədər idi. Abunə olmağı unutmayın. Belə dərslərin gəlməsini istəyirsinizsə izahını rəylərə qeyd edə bilərsiniz. Abunə ola bilərsiniz, rəy yaza bilərsiniz, bəyənə bilərsiniz. Belə yəni eləməsəz də canınız sağ olsun. Yenə qısa bir təkrar da gedək. Qısa bir təkrar da istəyirəm gedək. Bir də deyə, hansı döyüşdə hansı öldürüldü? Yazıram bura bir-birlərini. Samur. Yox, qoy yaxşı yazsın. Biraz şriftimizi böyüdək. Samur. Samur. Neçənci il? 1460. Tərəflər kimlər idi? Səfəvilər, Səfəvi və Qaraqoyunlu. Kim öldürülmüşdü bu döyüşdə? Öldürülən də deyəcək ki, 1460-cı ildə Şeyx Cüneyd. Şeyx Cüneyd. Bunları bura qeyd edirəm. Daha sonra yenidən sonda bir də təkrar gedəcəyik. Şahdağ döyüşü. Müttəfiqlər kimlərdir? Ağqoyunlu, Ağqoyunlu, Şirvanşahlar. Deməli, daha sonra burada öldürülən kim idi? Şeyx Heydər. Başqa nə deyəcəyik? Şəməsi döyüşü. Şəməsi döyüşündə tərəflər kimlər idi? Səfəvilər və Şirvanşahlar. Ən sonda da mən bunların illərini qeyd eləmədim. Şahdağ döyüşü 1488. Şəməsi döyüşü 1494. Daha sonra isə Şərur döyüşü. Şərur 1501. Bunda da 1503-ü də hətta qeyd edeyim bura. Alman. Əslində bu düşmür. Yəni dövlət dövrünə düşür, amma yenə də birinci qolum deyiriksə, qoy ikinci qolumda deyək. 1503. Tərəflər kimlər idi? Ağqoyunlu, Səfəvi İsmayıl. Şərurda da yenə Ağqoyunlu, Səfəvi, Şeyx İsmayıl. İndi tərəfləri də dedi. Gələk nəticəsində qeyd eləyək buradan bir daha. Deməli, Samur döyüşündə Səfəvilər deməli Qaraqoyunlular arasında oldu. Səfəvilər məğlub oldu. Qaraqoyunlu qalib gəldi. Şeyx Cüneyd isə öldü. Belə qısa işarələrlə öyrənməyə çalışın. Öldü. Yazıram bura. Öldü. X deməkdir. Minus məğlub deməkdir. Demək deyil. Yəni mən belə izah eləyirəm və yaxud da deyirəm. Yəni işarələrə baxıb çaşmayasınız. Plus da qalib deməkdir. Şahdağ döyüşü 1488-də oldu. Ağqoyunlu Şirvanşahlarla müttəfiq idi. Kim qalib gəldi? Ağqoyunlu Şirvanşah müttəfiqləri. Kim məğlub oldu? Səfəvilər. Səfəvləri qeyd eləməmişəm. Səfəvilər məğlub oldu. Şeyx Heydər isə öldürüldü. Şəməsi neçənci ildə oldu? 1494-də oldu. Səfəvilər və Şirvanşahlar arasında oldu döyüş. Səfəvilər və Şirvanşahlar arasında oldu. 1494-cü ildə burada qeyd eləmişəm. Şirvanşahlar yox, Ağqoyunlular olmalıydı. Ağqoyunlular qalib gəldi, Səfəvilər isə məğlub oldu. 1501-ci ildə artıq Ağqoyunlu olur. Ağqoyunlularla Səfəvilər arasında olur. Səfəvi Şeyx İsmayıl. İsmayıl qalib gəlir, Ağqoyunlu məğlub olur. Alma bulağı 1503. Ağqoyunlu ikinci qolu məğlub olur. Səfəvi qalib gəlir. Birinci İsmayıl. Əgər nələrəsə diqqətsizlik eləmişəm demişəmsə də onu nəzərə alarsınız, ya rəylərdə qeyd edərsiniz, ya da ola bilir, yəni belə tez-tez danışanda səhvlərə yol vermək olur və yazanda da çox tez-tez yazmağa çalışdım. Ola bilər ki, nəyisə orada qeyd etməyi unutmuşam. Belə uşaqlar izlədiyiniz üçün təşəkkür edirəm. Yenə belə izahların davamını gəlməni istəyirsinizsə, rəylərə qeyd edərsiniz.